Ustad Niqabi. Mən fəqət mən ustad filan o hətta payım çox olur. Fəqət niqabı buyursa. Yox, siz el ustadsınız. Yox, çox bizim nəzərimizdən siz ustadsınız və balatərsiniz. Lütfüz vardı. Belə ili ki siz sərf-i pəjvəhişlər mورد şəxsiyyəti ماندگار ادبی منطقه Güney معجزه Şəbistəri vardı. Elə cayqah ustadınız. Niqabı kafidir. Səlamət olasın. Biz icazə versəz elə ustad niqabı səsləyəcək. Ərz eləyim ki, biləxərə muciz bir mərdumi, bir şair idi, mütəhhid bir şair idi. Ədəbiyyat Azərbaycanda da çoxlu əsəri var idi Mucize Şəbistərinin. Və tənha bir şair demək olmazdı buna. Muciz gəlibdi 7 Hut, yəni İsfəndin 7252-də anadan olubdu. Bəli. Burada Şəbistərdə. Bəli. Mədrəsə vaxtı o zaman klası dəyirdi. Bəli. Hətta mən uşaqdım, bizim zamanımızda da klası dəyirdi ki, bu qızın 7 yaşı oldu məsələn bu geçsin. Yox, o cüzdən. Ax, hövsələsi oldu dədənin nəslini göndərdik. Məsələ də bir klasda görsən, yekə qız da vardı, balaca qız da vardı. O məsələ dəyirdi, mətrəh dəyirdi. 7 Hut 1252-də anadan olur, mədrəsəyə gedir, Axund Molla məktəbinə gedir. Bəli. Yazıb oxumağı öyrəşir, amma neçə il bunun nə qədər savadı vardı, bizə məhsuldur, bilmirik. Bəli. Tabii ki 16 yaşında olanda bəli, atasını əldən verir. Atasını əldən verir. Bacısı da vardı, qardaşı da vardı. Yox, qardaşı o zaman 2 ay etməsə ölmüş olaydı. Bəli. Bütün məhsul bilmirik, sicillisi əldə dəyir. Bu məcbur olur ki, bütün Şəbistəlilər kimi qürbətə getməyi bu qabağa tutsun, geçsin qürbətə. Ki pul qazansın, burada dəramət yox idi. Dəramət yox idi. Şəbistər ya Dizəxəlli ya ayrı Hovmə hamısı vabəstə idi İstanbula. Bəli. Əvvəl Rusiyaya, bəli. Rusiya oktyabr 7 oktyabrdan sonra getdilər İstanbula. İstanbula tərəf. İstanbula. Pul qazanmadan məcburdur. Getdi İstanbula. Ancaq İstanbula da bu 2 aya gedə bilibdi. 2 aya gedə bilibdi. Çünki burada Bestila faytonla gedibdi Zulfiya. Zulfada Bestila Camış gölündən düzəldilmiş, püflənmiş, şişirdilmiş qayıq şəklində bir-birinə vəsləmişdilər. Minib onlara geçib Rus torpağına. Bəli. Rus torpağına geçibdi, oradan da gedibdi Nəxçivana, Nəxçivandan İrəvana, İrəvandan da Gürcistana, Gürcistandan da gedib Batımda minib gəmiyə, gəmi ilə gedibdi İstanbula. 2 ay çəkibdi. Bəli, qeyrəndə çünki Qətər var idi, Qətərlə gəlib.